Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 23-cü günüdür. Qafqaz Müsəlmanlar İdarəsindən verilən məlumata görə martın 23-cü imsak vaxtı saat 05:13-də, iftar vaxtı isə 19:10-dadır. İmsak duası. İlahi, bugün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə. Bugün qəlbimi təqva ilə xalis et. Ey günahkarların xətasına göz yuman Allah. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.